Salam dəyərli tələbələr, məntiqdən 2019-cu il magistr qəbuluna düşmüş belə bir çətin mətnin məntiqi təhlilinə aid bir sual nümunəsinə baxaq. Görək sualda nə deyir? Deyir ki, 25 nəfərlik qrupun tələbələrinin yarısından azı kafedə çay və qəhvə içirlər. Hər kəs yalnız bir növ içki içir. Kafedə başqa müştəri yoxdur. Müştərilər arasında çay içənlərin sayı qəhvə içənlərin sayından azdır. Sonra şəkərsiz qəhvə içənlərin sayı şəkərli qəhvə içənlərin sayından az, şəkərsiz çay içənlərin sayı şəkərli çay içənlərin sayından çoxdur. Sonra şəkərsiz qəhvə, şəkərsiz çay və şəkərli çay içənlərin sayları bir-birindən fərqlidir, müxtəlifdir. Hamısı da sıfırdan fərqlidir. Saydısa fərqli olmalıdır onsuz da. Sonra nədir? Şəkərsiz içki içənlərin cəmi sayı cütdür. Aha, bax burada nəzərə almalıyıq indi nəyi? Birinci növbədə sualın şərti mənə nə deyirdi lap əvvəldə? Deyir ki, 25 nəfərlik qrupun tələbələrinin yarısından azı. Əgər 25 nəfərlik bir qrupdan söhbət gedirsə, mən bunun yarısını tapsam, 25-ə bölərəm 2-yə neçə eləyər? 12.5. Və deyir ki, yarısından azı. Saydan söhbət gedirsə, təbii ki, onsuz da 12.5 götürə bilməzdik. 12 götürməliydik. İndi nə çıxır buradan nəticə? Məndə bu say hansı saylar? Şəkərsiz qəhvə, şəkərsiz çay və şəkərli çay içənlərin sayları cəmi məndə maksimum nə qədər ola bilər? 12 ola bilər. Bəs minimum nə qədər ola bilər? Minimumda məlum məsələdir ki, bizdə 0 ola bilməz say, düzdürmü? Və bir-birindən fərqlidir burada deyir şərtdə. Tutaq ki, mən ən kiçikləri belə verirsəm, bax 1-dən başlayıram. 1, 2, 3, 4 versəm, neçə alaram burada? 10 alaram, düzdürmü? Bir fikir verək, buradakı bu cəm var, bu 4 dənə halın cəmi məndə ən kiçik 10 ola bilər. Ən böyük nə qədər ola bilər? 12 ola bilər. Deməli, mən burada əslində 3 dənə halı nəzərə almalıyam. Bu 3 dənə hal da hansıdır məndə? Deməli, ən kiçik 10-dur, ən çox ola bilər 12, bir də ola bilər 11 də, düzdürmü? 10, 11, bir də 12 hallarına baxmalıyam. 10, 11, bir də 12. Bu 3 dənə halı nəzərə almalıyam indi. Gələm indi sualın əvvəlinə. Nə deyirdi mənə birinci şərtdə? Deyir ki, birincidə çay içənlərin sayı qəhvə içənlərin sayından az. Belə bir şərt yaza bilərik də əvvəldə. Deməli yazıram çay sayı kiçikdir qəhvədən. Bunu yazdıq. Bu cümlə ilə işimiz də bitdi. Şəkərsiz qəhvə içənlərin sayı şəkərli qəhvə içənlərin sayından az, şəkərsiz çay içənlərin sayı şəkərli çay içənlərin sayından çoxdur. Burada elə çayı birinci yazmışam deyə yenə də birinci çay yazaq. Mənə deyir ki, şəkərsiz çay içənlərin sayı şəkərli çay içənlərin sayından çoxdur. Bu nə deməkdir? Belə yaza bilərik də. Az şəkərli çay, daha dəqiq yazaq deyə. Az şəkərli çay, çox şəkərli çay. Elə həmin mənanı verir də. Mənə demir ki, məsələn, burada şəkərsiz çay içənlərin sayı şəkərli çay içənlərin sayından çoxdur. Daha doğrusu burada çaşmışam. Çox şəkərsiz yazmalıydım. Çox şəkərsiz çay. Niyə? Çünki mənim şərtdə demir ki, burada şəkərsiz çay içənlərin sayı şəkərli çay içənlərin sayından çoxdur. Şəkərsiz daha çoxdur da, ona görə qabağına çox yazmışam da. Düzdürmü? Bunlar çaya aiddir hələ ki. Davam edirəm. Əvvəlinə baxım, deyir ki, şəkərsiz qəhvə içənlərin sayı şəkərli qəhvə içənlərin sayından azdır. Deməli, şəkərli daha çoxdur da. Düzdürmü? Belə yaza bilərəm də. Çox, deməli, şəkərli qəhvə bunu düzəldək, deməli bir də az şəkərsiz olacaq bu, şəkərsiz biraz səliqəli yazaq, şəkərsiz qəhvə. Yenə cümləyə qayıdıram, deyir ki, diqqətli olaq, şəkərsiz qəhvə içənlərin sayı şəkərli qəhvə içənlərin sayından azdır. Bəli, az şəkərsiz qəhvə, çox şəkərli qəhvə. Həmən şeyi də qısa formada yazdıq. Bunları qeyd elədik və ümumi bir dənə şərtimiz var bizim. O da hansı şərtdir burada? Əsas məsələlərdən biri. Və burada qeyd eləmişəm. Çay sayı kiçik olmalıdır nədən? Qəhvədən. Və buna diqqətli olmaq lazımdır. Bu hissəyə diqqətlə baxmaq lazımdır. İndi davam edək. İndi burada mən nə dedim bayaqlar? Dedim ki, məndə neçə dənə hal ola bilərdi? 3 dənə hal ola bilərdi. O da hansı hallardır məndə? 10, 11, 12. Mən də onda hər bir hal üçün ehtimallar yaza bilərəm də. Düzdürmü? Məntiqən də. Onun üçün də nə edəcəm indi mən burada? Deməli, belə bir şeylər eləyirəm. Belə bir şeylər eləyirəm. Belə bir xətt çəkək burada. Tam formada qarışmasın. Deməli, yazıram burada 10. 10 halı üçün. Ümumi say məndə 10 olanda görək nə edə bilərik. Birinci növbədə əsas işləyəcəyimiz hissə bu sonuncu şərt var bizdə. Sonuncu deyəndə
Burada bir dənə şərt var idi. Şəkərsiz içki içənlərin cəmi sayı nədir məndə? Deyir ki, cütdür. Bax, bununla işləməliyik əsas. Bax, bunları bilirəm ki, fərqlidir. Sonra bu şərti mən burada qeyd elədim. Bir dənə sonuncu cümləyə baxaq. Şəkərsiz içki içənlərin cəmi sayı nədir məndə? Cütdür. Şəkərsiz içki içənlərin cəmi sayı cütdür. Əsas məsələ bax budur. Yəni, burada şəkərsizlərin cəmi nə olmalıdır? Bu iki dənənin cəmi məndə həmişə cüt olmalıdır, düzdürmü? Cüt olmalıdır. Şərtə görə ya, özləri veriblər bunu. Bu iki dənənin cəmi məndə həmişə cüt alınmalıdır. Amma burada da xətt çəkə bilərəm, daha yaxşısı. Şəkərsizlərin cəmi nə olmalıdır burada? Yazaq burada cüt. Aha, bax bu iki dənənin cəmi cütdür həmişə. Düzdürmü? Onunla bir-bir yoxlayaq. Məsəl üçün, mən deyirəm ki, bunlara özümüzdən qiymət verək də. Mən bayaq dedim ki, onu almaq üçün hansı kombinasiyadan istifadə edə bilərəm? 1, 2, 3, 4. Başqa bir kombinasiya varmı? Xeyr, yoxdur. Başqa cür ala bilmərik. Və əslində Kakuroda da var. Biz deyirik, məsələn, 4 ədədin cəmin almaq üçün, yəni minimumda hansı ədədlərdən istifadə edə bilərik? Orada da 1, 2, 3, 4-dən istifadə edə bilərik. Belə. Yaxşı, 1, 2, 3, 4-dən istifadə eləməliyiksə, mən onda bunları necə qoya bilərəm yerinə? Məsəl üçün, deyək ki, mən belə bir şey elədim də, az şəkərli. Buna məsələn neçə verə bilərəm? 1 verim, deyək ki, buna 2 verim. Buna deyək ki, çox olmalıdır say olaraq. Buna 4 verərəm onda, buna da 3 verərəm. Düzdürmü? Sonra başqa bir hal olar məndə. Buna deyək ki, 1 verərəm bu dəfə, buna 3 verərəm. Düzdürmü? 1, 3 verərəm. Yenə buna verərəm neçə? 4 verərəm, buna verərəm 2. İndi belə bir şey də, bu şərtə də fikir vermək lazımdır. Çay içənlərin sayı ümumi qəhvə sayından nə olmalıdır? Qəhvə sayından kiçik olmalıdır birinci növbədə. Bu ödənir əslində. Ona görə mən burada çayların sayını daha kiçik götürdüm. Məsələn, 1, 2 verdim bunlara. Qəhvəyə daha böyük qiymətlər verdim. Ona görə belə elədim. Bu əsas bu birinci şərti nəzərə aldım. Amma bir dənə məsələ var burada indi. Bir dənə məsələ var. O da hansı məsələdir? Mən bayaq dedim ki, şəkərsiz içki içənlərin sayları cəmi nə olmalıdır bizdə? Cüt olmalıdır, düzdürmü? Əgər cüt olmalıdırsa, bu heç cür alınmayacaq bizdə. Yəni, neynəsək də, məsələn, mən bu 2 dənə cəmi toplasam, 2 ilə 3 toplasam 5 alacam. Burada da yerlərini dəyişdim, yenə də 5 aldım. Məsələn, başqa cür fikirləşmək olarmı? Məsələn, mən bura başqa necə verə bilərəm ki, qiymət? Məsələn, fikirləşə bilərsiniz ki, bəlkə bura fərqli qiymət verək də. Deyək ki, bura verə bilərdik, məsələn, bura 2 verərdim, bura 3 verərdim. Onda, məsələn də, onda bura 4 verərdim, bura 1 verərdim. Düzdürmü? Bəs onda ödəyəcək şərtimiz ödəməyəcəkdir. Niyə? Məsəl üçün, mən bayaq dedim axı, çay içənlərin sayı daha doğrusu, kiçik olmalıdır qəhvə içənlərin sayından. Fikir verək, burada çayları toplayanda 5 alınır axı. 5 bərabər oldu 5-ə. Ona görə bu hal ödənmir. Yəni, bir dənə bu kombinasiya məndə əslində ödənirdi, o birinci şərtə görə. Amma ki, bu şərt ödənmədi bizdə. Hansı şərt? Bu cütlərin sayı şərti. Yəni, deyir ki, şəkərsiz çay içənlərin, daha doğrusu şəkərsiz içki içənlərin sayılar cəmi cüt olmalıdır. Mən gördüm ki, neynəsəm də bunlar tək alınır. Yəni, nə qədər yoxlasaq da bu alınmayacaq heç cürə. Ona görə indi bu halı mən ümumiyyətlə nəzərə almıram. Yəni, 10 halı deməli bizdə nə oldu? Ödənmədi də. Keçək ona digər ehtimalları yazaq. Ehtimala əsaslanan bir sual cümləsidir bu. Sonra keçirik məsələn 11-ə. Düzdürmü? 11-də. İndi mən əsas nəzərə almalıyam nəyi? Bu çay içənlərin sayı kiçik olmalıdır qəhvə içənlərin sayından. Və indi 11-i ala bilərəm hansı kombinasiyalardan? Onları qeyd edeyim. 1, 2, 3, 5-dən ala bilərəm 11. Başqa cür necə ala bilərəm? Başqa cür də almaq olmur. Nə qədər fikirləşsək, yenə o bayaqki kimi, bu 11 də əslində belədir. 11-i də biz başqa cür heç cür ala bilmərik. Fikirləşə bilərsiniz, bəlkə 6 verək məsələn. 1, 6, 7 çatışmır. Yəni 4 çatışmır da, düzdürmü? 4 çatışmırsa, bura neçə verməliyəm mən tutaq ki? 3-lə 1 verə bilmərəm, çünki təkrarlama olur axı artıq saylarda. 4-ü də tək yazsam, artıq bir dənəsi ümumiyyətlə çatışmır. 4-0 da yaza bilmirəm. Fikrim aydındır da. Yəni tutaq ki, mən burada 6 bir dənə artırsam, məsələn üçün.
onda burada 4 yazmalıyam ümumi cəmsində. Yəni 4 olmalı ki, 11 olsun. Bu 4-ü necə parçalayaram? 1, 3 kimi. 1, 3 yaza bilmərəm çünki 1 burada təkrarlanan artıq. 0, 4 də yaza bilmirəm. 0 ümumiyyətlə ola bilməz. Deməli, bu hal ümumiyyətlə mümkün deyil. Deməli, bir dənə hansı hal mümkündür məndə? 1, 2, 3, 5 halı məndə mümkündür. Başqa kombinasiya nə qədər də fikirləşsək tapa bilmərik. İndi əsas nəzərə almalı olduğumuz məqam nədir? Yenə də birinci növbədə çay içənlərin sayı qəhvə içənlərin sayından az olmalıdır. Yəni mən burada bunu əsas nəzərə almalıyam. Yenə də, məsələn, mən bura kiçikləri verərəm daha. Niyə? Çünki qəhvə içənlərin sayı daha çoxdur. Bura daha çox böyük verərəm. Düzdürmü? Bura 5 verərəm, bura 3 verərəm. İndi fikir verək. Fikir verək. Mən bunları toplayanda bu hal ödənirmi məndə? Ödənmir. Niyə? Mən dedim ki, bayaq şəkərsiz içki içənlərin sayları cəmi nə olmalıdır? Cüt olmalıdır. Deməli, bunları 2 ilə 3 toplayanda məndə yenə tək alınır. Deməli, bu hal ümumiyyətlə ödənmir. Bu hal ödənmir. Buna bir dənə x qoyaq altına. Sonra keçək digərlərini yoxlayaq. Məsəl üçün nə qoya bilərəm? Buna 1 qoyurum və bu digərinə daha çox qoymalıyam. 1, 3 qoymalıyam və çox böyük də qoya bilmərəm çaya. Çünki çay içənlərin sayı qəhvə içənlərin sayından daha az olmalıdır. Yaxşı, onda mən belə bir şey eləyə bilərəm də. Burada əgər mən 3 yazmışamsa, burada da gərək tək bir şey yazım. Niyə? Mən bilirəm ki, əslində təklə təkin cəmi mənə verər, həmişə cüt verər. Amma digərlərində hər ehtimal göstərirəm ki, tam sizə aydın olsun. Məsəl üçün, mən bura deyək ki, 5 yazdım, bura 2 yazdım. Bu hal da mümkün olmayacaq. Niyə? Yəni 3 ilə 2-ni toplayanda neçə verəcək mənə? 5 verəcək. Bu da mənə tək qiymət verir. Deməli, bu da ödənməli məndə. Aha. Onda hansı hal qaldı indi məndə? Yəni diqqətli olaq nədə? Mən elə bir şey eləməliyəm ki, burada bu 2 hissədə, bu 2 hissədə 2 dənə tək qiymət alınmalıdır. Yəni bu 2 dənənin cəmin cüt alınması üçün bunlar ikisi də nə olmalıdır mənə? Tək olmalıdır. Burada elə tək qiymətlər verməliyəm ki, bu şərtlərdə ödənsin. Məsələn, buna bir dənə 3 versəm. Buna da bir dənə 1 verə bilərəmmi? Daha az o iddə, düzdürmü? İndi fikir verin. Burada mən şəkərsizə kiçik qiymət vermişəm, 1 vermişəm. Şəkərsiz qəhvəyə. Əgər qəhvə sayı bizə ümumi çox idisə, məcburam ki, heç olmasa şəkərlidə bu çox hissəyə daha böyük qiymət verim. Məsələn, 5 verim də. 5 verəndə 3 ilə 1-i toplayan neçə edir? Daha doğrusu 5 ilə 1-i toplayan nə qədər edir məndə? 6. Düzdürmü? Burada bir dənə 2 çatışmır da. Ödədimi bizdə? Bəli, həqiqətən də ödədi. Fikir verin bir dənə. Məndə ilk şərtim nə idi? Çay içənlərin sayı qəhvə içənlərin sayından nədir? Azdır. Çay içənlər bu 2 dənədir də. Bunların sayları cəmi nədir məndə? Bunların saylar cəmi məndə olacaq. Bunu lap ayıraq. Məsələn, bax, çay içənlərlə qəhvə içənlərə ayırdım deyək. Hə, indi bir dənə nəyə fikir verək burada? Mən bayaq nə dedim? Dedim ki, çay içənlərin sayı qəhvə içənlərin sayından azdır. Bu şərt ödənirmi burada? Bəli, həqiqətən də ödənir. Düzdürmü? Bəs burada. Başqa hansı halımız ödənir bizim? Başqa hansı hal ödənir? Onu fikirləşək. Başqa hal varmı? Tapa bilmərik. Həqiqətən də bu hal ödəndi. Son yazdığımız ödəndi, amma bu ilk 2 dənə ödənmədi. Cütlük məsələsinə görə. Yenə də deyirəm. Burada şəkərsiz içki içənlərin sayları cəmi məndə cüt olmalıdır. 3 ilə 1-i də toplayanda nə verəcək mənə? 4, bu da cütdür. Deməli, bu hal məndə nədir? Doğrudur. Deməli, bu hal yəni doğru oldu. Başqa fikirləşə bilərikmi? Məsələn, mən bura başqa nə verə bilərəm? Bacardığım qədər bu hissələri kiçik verməli idim. Tutaq ki, bura 1-5 yaza bilmərəm, bu şərt ödənməz. Çünki şəkərli daha çox olmalıdır. Başqa cür, məsəl üçün, fikirləşirəm ki, mən bura tutaq ki, 5 versəm, yenə bura 5 verə bilmərəm. Çünki 5 tutaq ki, 1, lap 1 belə versəm, yenə də düz gəlmir. Niyə? Çünki bizdə çay içənlərin sayı qəhvə içənlərin sayından daha az olmalı idi. Ona görə bura böyük qiymət, çox böyük yazmaq olmaz. Bu da ödənmədi. Yaxşı, indi davam eləyək. Digər halda yoxlayaq. İndi hansı hal qaldı bir dənə bizdə? 12 halı. Deməli, 12 halını bir dənə yoxlayım. Görək 12-də hansı kombinasiyalar ola bilər. Deməli, 12-ni hansı halda ala bilirəm mən? Birinci növbədə 12-ni hansı cəmlərdən ala bilərəm? Hansı cəmlərdən ala bilərəm? Birinci növbədə 1, 2, 3, 4, bir də 5-dən yox, 3-ü nəzərə almayaq. 1, 2, 3, bir dəqiqə, diqqətli olaq. 1, 2, 3, 2 vayda artıraq. Bayaqlar 1 vayda artırmamışdıq, elə bir dəqiqə. Bu elədi neçə bizdə? Deməli, 1, 2, daha doğrusu belə eləyək də. Belə eləyək. 1, 2, 4, 5. 1, 2, 4, 5. 2 bayda artıraq. Yəni 3 eləməyək bunu. Bunu eləyək 4. 1, 2, 4. Neçə elədi məndə? 3, o da 4, 7. Neçə çatışmır məndə? 5 çatışmır. Bir dənə hal budur məndə 12 almaq üçün. Digər bəs kombinasiyam nə ola bilər? İndi bir dənə də böyük qiymət verərəm buna. 1, 2, sonra 6 verərəm ki, biraz daha böyük qiymət olsun. 1, 2, 6. Düzdürmü? 1, 2, 6. 3, o da
6 neçə idi məndə? 9. Neçə çatışmır 13 olmaq üçün 3. Deməli bir dənə də hal məndə buymuş. Deməli 1, 2, 3, 6 da yaza bilərəm. Biraz yerlərini dəyişək daha belə yaxşı görünsün. 1, 2, 3, 6. 1, 2, 3, 6. Başqa kombinasiya varmı bizdə? Nə qədər fikirləşsə tapa bilmərik. Məsələn 7 qoysaq məsələn içində, məsələn 7 qoysam 1 plus 7 neçə çatışmır məndə? Məsələn 4 çatışmır, düzdürmü? 4 çatışmır. 4-ü necə yaza bilərəm? 4 0 yaza bilmərəm. Ya 1 3 yaza bilmərəm, çünki təkrarlama olur yenə. Başqa kombinasiya yoxdur. Yəni 7 ümumiyyətlə yazma olmur da, bu ümumiyyətlə alınmayacaq bizdə. Hə, indi davam edək. İndi 10-cu halında yoxlayaq bir dənə. Deməli, məndə 2 dənə kombinasiya alındı. Yenə də bacardığım qədər çay hissəsinə daha kiçik qiymətlər verirəm və bu şərtlərdə nəzərə alınır. Məsələn, burada az olmağına fikir verməliyəm. Məsələn, mən birinci halı yoxlayıram ilk növbədə. 1, 2, 4, 5 halım. Buna 1, 2 verərəm elə. Buna da 5 verərəm, buna da 4 verərəm. Düzdürmü? Bu hal məndə ödəndi. Və mənə nə deyirdi? Şəkərsiz, deməli, içki içənlərin saylar cəmi olmalıdır, cüt olmalıdır, düzdürmü? Həqiqətən də mən 2 ilə 4-ü toplayanda nə alacam mən? Cüt bir qiymət alacam. Deməli, bu da düzdür. Bunun altından bir dənə işarə qoydum. Deməli, bu da doğrudur. Bununla işimiz yoxdur. İndi davam edək. Digər halları məsələn yoxlayaq. Məsəl üçün nə yaza bilərəm başqa burada? Deyək ki, burada biraz dəyişiklik eləyə bilərik məsələn burada. Böyük qiymətlər məsələn 4, 5 bura heç vaxt verə bilmərəm ilk növbədə. Niyə verə bilmirəm? Çünki bura mən 4, 5 versəm, axı məndə çay içənlərin sayı kiçik olmalı idi axı qəhvədən. Məsələn, başqa necə fikirləşmə olar? Bir dəqiqə yoxlayaq hər bir ehtimalı. Sonra məsələn burada yaza bilərəm belə bir şey. Bura bir dənə 1 yazıram. Biraz böyüsün yazıram. 4 yazıram. 1 4. Düzdürmü? 1 4 qoysam, bura 5-i yaza bilərəm də. 5 2 qalır da əlimdə. Düzdürmü? Hələ ki mən birinci ehtimalı yoxlayıram. 1 4 5 2. İndi fikir verək. Mən burada 4 ilə 2-ni yoxlasam, cəmlərini tapsam, neçə eləyər məndə? 6. Bu da cüt verir. Bu da doğrudur deməli. Bu da ödənir. Aha, əla. Deməli bu halda məndə ödənir. Əsas məsələ bu bərabərsizliklərin ödənməsidir. Bir də digər şərtimiz nə idi? Çay içənlərin saylar cəmi, yəni 1 ilə 4-ü toplayıram 5 edir. Burada isə 7 edir. Ödəndimi? Ödəndi. Deməli doğru tapmışıq. Bu da belə. Bu halda məndə ödəndi. Sonra hansı hal ola bilər məndə? Yenə fikirləşək. İndi bu halı əslində istifadə elədik. Digər ehtimalı da yoxlamalıyıq. Belə baxanda. Digər ehtimalı da yoxlayaq. Digər ehtimal hansı idi məndə? 1 2 3 6 ehtimalı. Onda yenə bura daha kiçik qiymətlər verərəm. 1 2, buna 6 verərəm, buna 3 verərəm ki, daha kiçik olsun. Yaxşı, indi baxıram bura. 2 ilə 3-ü toplayanda neçə alınır məndə? Daha doğrusu 1 ilə 2-ni toplayanda 3 eləyir. Amma burada bir dənə bir şeyə fikir verək. 2 ilə 3-ü toplayanda neçə alınır məndə? 5 alınır. Deməli bu ödənmədi. Bu hal ödənmədi. Keçirəm digərinə indi baxıram. Digərinə baxıram. Deməli, digər hal necə ola bilər? Məsələn, belə bir şey eləyə bilərdik də burada. Buna daha fərqli qiymət 2 verərəm. Burada 3 verərəm. Mən bayaq demişdim ki, təklərin cəmi mənə cüt verir həmişə. Burada neçə verə bilərəm? Bir dəqiqə, burada daha kiçik qiymət vermək olurmu? Bura 6 verərəm, burada 1 verərəm. Fikir verin, yəni 2 ilə 3-ü istifadə elədim, nə qaldı burada? 1-dən 6. Amma belə bir şey də yazmaq olardı da əslində, düzdürmü? İndi fikir verək indi burada. Mən burada şəkərsiz qəhvə içənlərin və şəkərsiz çay içənlərin cəmi tapsam, içki içənlərdən söhbət gedir, şəkərsizlərə aiddir. Yəni mən cüt alacam. 3 ilə 1-i toplayıram, neçə edir məndə? 4. 4 məndə cüt verdi. Deməli bu halda məndə ödəndi. Başqa bir kombinasiya varmı? İndi onu fikirləşə bilərik. Başqa kombinasiyanı yoxlaya bilərik. Məsəl üçün neçə verək? Deyək ki, belə bir şey yaza bilərəm də burada. Deyək ki, olsun burada nə? 3 2 burada yaza bilmərəm, mümkün deyil. Yəni 3 2 halı ümumiyyətlə doğru deyil də məndə, düzdürmü? Doğru deyil. Niyə doğru deyil? Biz bilirik ki, o birinci şərtə görə daha az nə olmalıdır məndə? Şəkərli. Ona görə olmur. Yaxşı, onda başqa hansı qiymətlər verə bilərəm? Onu fikirləşirəm indi. Biraz diqqətli olaq bu hissədə. Yəni bunu düzəldək. Bütün ehtimalları yoxlamalıyıq. Məsəl üçün, mən bura 6, 1, ümumiyyətlə bunları bura qoya bilmərəm. Çünki 6 çox böyük bir qiymətdir axı. 6 qoysam, onda bu birinci şərtimiz ödənməyəcək. Yəni çay içənlərin sayı, qəhvə içənlərin sayı əslində çox olur. Məsələn, mən bura 2, 3 belə yazsam, burada 7 alınacaq, burada 5 alınacaq. Bu ödənmir. Yəni burada onsuz yaza biləcəyimiz qiymətlər bunlar idi. 1, 2 idi, 1, 4 idi. Bunları da mən qeyd elədim bayaqları. Düzdürmü? Bütün ehtimallar qeyd olundu. Yenə deyirəm, kiçik qiymət verməliyik bacardığımız qədər. Birləri istifadə elədim. Birdən 1 vaid böyük, 2-ni də yoxladım hətta. 2-dən sonra 3-ü də yoxladım. Hər bir ehtimalı yoxladım məncə. 1 4, sonra 1 2,
Əslində hərəsindən 2 dənə ehtimal yoxladıq da biz. Məsələn, bu birincidən 2 dənə ehtimal yoxladıq. İkisi də alındı. Düzdürmü? Digərindən də 2 dənə ehtimal yoxladıq. Biri alındı, biri alınmadı. O da hansı ehtimal idi alınmayan? Bu cüt məsələsinə görə. Yəni cüt alınmırdı şəkərsiz içki içənlər bizdə. Ona görə o ödənmədi bizdə. Yaxşı, indi biz sualın şərtini oxuyaq. Görək nə deyir. Aşağıdakılardan hansının ehtimalı azdır? Azdır deyir. Deyir ki, kafedəki tələbələrin sayı 12-dir. Kafedəki tələbələrin sayı 12-dir. Əslində bunun ehtimalı daha çoxdur. Azı deyir. Şəkərli qəhvə içənlərin sayı azı məndən istəyir, diqqətli olaq. Şəkərli qəhvə içənlərin niyə deyirəm burada kafedə tələbələr sayı 12-dir? Burada görürükdə, yəni burada daha çox ehtimal var, burada yazmışıq. 12-də 4 dənə ehtimal ödəndi əslində. Daha doğrusu burada bir dənə ehtimal ödəndi. Bax işarə qoymuşam. Bunda isə 3 dənə ehtimal ödəndi. 3 dənə ehtimal. Ona görə bu 3 dənə ehtimala görə hərəkət saxlayaq. Sonra deyir şəkərli qəhvə içənlərin sayı 5-dir. Şəkərli qəhvə içənlərin sayı 5-dir. Fikir verək bir dənə. Şəkərli qəhvə içənlərin sayı nə qədər yerdə 5-dir burada? Bax, burada 5-dir, burada 5-dir. Bunun da ehtimalı 3-dür əslində. O yazaq qabaqlarına. 3 dənə yerdə mən görürəm bunu. Düzdür? Bax, burada var, burada var, burada da var. Sonra qəhvə içənlərin sayı 7-dir. Ümumi qəhvə içənlərdən söhbət gedir ha. Fikir verək, ümumiyyətlə qəhvə içənlərin sayı 5 ilə 1 toplayıram 6 var burada. 7 də var, 2 dənə ehtimalı var. 2 dənə ehtimal, 2 dənə yerdə görürəm bunu. Sonra şəkərsiz qəhvə içənlərin sayı 2-dir. Şəkərsiz qəhvə içənlərin sayı 2-dir. Şəkərsiz qəhvə içənlərin sayı 1 var burada. Şəkərsiz qəhvənin sayı bir dənə yerdə görürəm burada. Bir dənə yerdə görürəm. Şəkərli çay içən 1 nəfərdir. Şəkərli çay budur da 1 nəfər neçə yerdə görürəm? 1-2 dənə yerdə görürəm, düzdürmü? Deməli burada hansının ehtimalı daha azdır? D variantı. Həqiqətən də şəkərsiz qəhvə içənlərdən söhbət gedirsə, şəkərsiz qəhvədən söhbət gedirsə. Burada neçə dənə şəkərsiz qəhvə içən var? Burada 2-dən söhbət gedir. Bir dənə yerdə mən 2 görürəm. Bu da hansıdır? Bax burada. Məsələn, burada 1 var, 2 dənə yerdə, 4 var. 3 ümumiyyətlə ödənmir. Aşağısında işarə qoymuşam. Sonra keçirəm digərinə. Aşağıdakıların hansının sayının tək ədədlə ifadə olunduğu mütləqdir. Tək ədədlə ifadə olunduğu. Qəhvə içənlərin. Gəlib baxaq da. Məsələn, qəhvə içənlərin sayı nə qədərdir məndə? Məsələn, qəhvə içənlərin sayı bir dəfə mən burada tutalıram da elə. Məsələn, bu halda 5 ilə 1-i toplayanda neçə alıram? 6. Məsələn, bu səhvdir. Mənə deyir mütləqdir. Tək ədədlə ifadə olunması. Sonra şəkərli içki içənlərin, deməli şəkərli içki içənlər hansılardır? Bax, budur. Bax, birinci ilə, deyək ki, bax, bununla bu şəkərli. Bunların saylar cəmi nə olmalı? Tək deyir olmalıdır. Mütləq olması, yəni hamısında ödənsin. Onu demək istəyir. 2 ilə 5-i toplayıram 7. Aha, 1 ilə 5-i toplayıram. Fikir verin, burada 6 alındı. Heç buna baxmağa ehtiyac yoxdur. Deməli, mütləq doğru olmaqdır. Yəni mütləq deyil. Sonra şəkərsiz çay içənlərin sayının tək olmağı. Şəkərsiz çay. Şəkərsiz çay 3 var burada. Düzdürmü? Sonra neçə var burada? Burada cüt bir dənə görürəm. 4 görürəmsə bu da deməli mütləq doğru deyil. Kafedəki tələbələr məndə 11 də olur, 12 də olur da. Bu da tək deyil axı. Sonra çay içənlər məndə nə qədərdir? Çay içənlər məndə, yəni diqqətli baxaq çay içənlərə. Çay içənlər məndə bunlar ödənir də. Bir dənə işarə qoyum, qarşılıqlı olmasın. Ümumiyyətlə məndə hansı hallar ödənib? Yuxarısından bir dənə işarə qoyaq. Bax, bu məndə ödənib. Düzdürmü? Sonra bu da ödənib. Bu da ödənib, bir də sonuncu ödənib. Yaxşı, indi bu şərtə görə, indi mənə nə deyir şərtdə? Deyir ki, aşağıdakılardan hansının sayı tək ədədlə olması mütləqdir. Fikir verək, məndə çay içənlərin sayı. Məsələn, bax birinci halda bu plus qoyduğumdan 2 ilə 3 toplayıram neçə edir məndə? 5 edir, düzdürmü? Deməli məndə tək alındı. Digərlərinə baxaq. Məsələn, 1 ilə 2-ni toplayıram, tək alınır. 1 ilə 4-ü toplayıram, tək alınır. 2 ilə 3-ü toplayıram, tək alınır. Həmişə tək alınır. Deməli bu doğru cavab nə imiş elə? Y variantı imiş. Sonra davam eləyək. Başqa nə qaldı burada başqa? Başqa baxacağımız şey nədir indi burada? Aha, bir dənə sonuncu qaldı. Şəkərsiz çay içənlərin sayı 2-dirsə, şəkərli qəhvə içənlərin sayı nə qədərdir? Şəkərsiz çay içənlərin sayı 2 olarsa. Şəkərsiz çay içənlər. Fikir verək bir də. Şəkərsiz çay içənlər burada 3-dür, burada 2-dir. Bax, 2 dənə hal var da burada şəkərsiz çay içənlərdə. Yox, daha doğrusu bir dənədir. Bir dənə bax, bundan söhbət gedir əslində. Şəkərsiz deyir ki, çay içənlərin sayı, şəkərsiz çay içənlərin sayı 2 olarsa, şəkərli qəhvə içənlərin sayı nə qədər olar? Hə.
Məsələn, bu 2 olmağına fikir verməyin, bu ödənməyib bizdə. Hə, indi bizə deyir ki, həmin vaxtı, həmin ehtimalda şəkərli qəhvə içənlərin sayı nə qədər olub? Şəkərli qəhvə içənlərin sayı 5 olub da. Deyir ki, şəkərsiz çay içənlərin sayı 2 olanda şəkərli qəhvə içənlərin sayı nə qədər olub? Cavab olur 5 D variantı. Belə.